Hər vaxtınız xeyirli olsun əziz izləyicilər. Qısa başlıq ilə qarşınızdayım. Xüsusən məktəblilər və onların valideynləri indi təqdim edəcəyim məlumatı diqqətlə dinləsinlər. Çünki son illər ölkəmizdə məktəblilərin beynəlxalq və yerli riyaziyyat olimpiyadalarına marağı xeyli artıb. Xüsusilə də Sasmo, Kenguru, Lütfüzadə, RFM, Kopernik, Pascal riyaziyyat, Qlobal riyaziyyat və digər nüfuzlu olimpiyadalar şagirdlərin akademik göstəricilərinə və gələcək uğurlarına ciddi təsir edir. Qarşıdan gələn bu olimpiyadalara hazırlıq prosesinin düzgün və sistemli aparılması isə valideynlər üçün əsas məsələlərdən biri olaraq qalır. Bəs bu olimpiyadalara ən qısa zamanda peşəkar şəkildə hazırlaşmaq mümkündürmü? Bəli, mümkündür. Əgər siz də övladınızın beynəlxalq və yerli olimpiyadalarda uğur qazanmasını istəyirsinizsə, Beyin Olimpiada Mərkəzi bu işdə sizə yardımçı ola bilər. Qeyd edim ki, mərkəz təkcə son 3 il ərzində beynəlxalq və yerli olimpiyadalarda iştirak edən şagirdləri ilə 900-dən çox medal qazanaraq yüksək nəticələr əldə edib. Hazırlıqlar 2-ci sinifdən 8-ci sinifə qədər şagirdləri əhatə edir. Əziz valideynlər, əgər övladınızın olimpiyadalarda uğur qazanmasını istəyirsinizsə, vaxt itirmədən Beyin Olimpiada Mərkəzinə müraciət edin. Allah hər zaman övladlarımızın uğurları ilə sevinməyə bizlərə qismət eləsin. Salamat qalın.